Şəhidimiz Rüstəmov Bəxtiyar Hüseynoğlu. Rüstəmov Bəxtiyar Hüseynoğlu 1-ci Qarabağ müharibəsi zamanı 27 yanvar 1994-cü ildə Ağdərə istiqamətində gedən ağır döyüşlərdə şəhid olub. Yaşad Fondu tərəfindən fəaliyyət istiqamətləri üzrə şəhidimizin ailəsinə mütəmadi dəstək göstərilir. Qərbi Azərbaycanda yaşayıblar onlar. Uşaqlığını və məktəblik illərini orada keçirdibdi, oxuyubdu. Rus ordusunda xidmət edib, xidmətini başa çatdırandan sonra öz vətəninə, Qərbi Azərbaycana qayıdıbdı. 1988-ci ildə Gəncə şəhərinə köçüblər. Mən Bəxtiyarla tanış olduğum müddətdə bu zavodda işləyirdi. Mən də poliklinikada işləyirdim o dönəmləri. Biz tanış olduq. Böyüklərin razılığı ilə, yəni biz ailə qurmuşuq, bir-birimizi bəyənərək biz ailə qurmuşuq. 3 evladı var hal-hazırda və mən o böyütdüyüm evladlar mənim şəhidimin, yoldaşım Bəxtiyarın adına layiq mən evladlar böyütmüşəm. O çox gözəl bir ata kimi də, yoldaş kimi də çox gözəl, mehriban bir insan olubdu. O dönəmlər 1-ci Qarabağ müharibəsi başlanmışdı. Bizim torpaqlarımız, vətənimiz dardaydı həmin anlar. Səfərbərlikdən Bəxtiyara çağırış gəldi, müharibəyə yollandı. Bəxtiyar 1994-cü ildə Ağdərə döyüşlərində, qızğın gedən döyüşlərdə döyüşərək şəhid olmuşdu. Onlar şəhid oldular və onların davamçıları 44 günlük müharibədə iştirak edərək, döyüşərək bizim torpaqlar alındı. Heç birinin qanlarını yerdə qoymadılar. Cənab Prezidentimiz İlham Əliyev Yaşad Fondunu yaratdı. İynə dərmanlarımızı pulsuz gedib apteklərdən götürür. Məişət avadanlıqlarına görə köməklikləri çox olub Yaşad Fondunun.